Əyləncəli bayram proqramına Respublikanın müxtəlif bölgələrindən, eləcə də qonşu Rusiyadan olan ümumilikdə 80 bayker qatılıb. Artıq ikinci ildir ki, avqustun 3-cü şənbəsi onlar bir yerə yığılır. Baykerlər həmin günü daha əlamətdar və yadda qalan keçirməyə çalışırlar. Bizdə bu mədəniyyət daha yeni yaranır da. Eyni zamanda düzgün geyim forması olmalıdır motosikletçilərinin. Başında şlemi olmalıdır. Əynində misal üçün qoruyucu vasitələr olmalıdır filan. Bunların hamısını biz təbliğ eləyirik ki, gələcəkdə yəni bir problemlərlə üzləşməyək də. Mümkün qədər çalışırıq ki, öz motosikletçiləri də biraz kobud desə tərbiyələndirək və eyni zamanda avtomobil sürücülərində ki, onlar düzgülərə tez-tez baxsınlar, görsünlər. Çünki çox vaxtı görmürlər motosikletçiləri. Rəngarəng əyləncə və bir-birindən maraqlı viktorinalar gecəyə xüsusi canlanma gətirdi. Baykerlərin fikrincə belə tədbirlərin təşkili həm motosikletlərin nümayişi, həm də onların bir-biri ilə əlaqələrinin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə hadisələrlə insanlar daha çox bunu düşünür ki, motosiklet bir azadlığa çatmaq bir formasıdır, yəni bir həyat keçirməkdir. Gecənin ən maraqlı anı isə motosikletçilərin çıxışı oldu. Baykerlər motosikletin çıxardığı ən yüksək səs və daha cəlbedici geyimə görə bir-birləri ilə yarışdılar. Müsabiqənin qalibləri xüsusi diplomlarla mükafatlandırıldı. Yaşı motosikletçi olması nə etmək lazımdır? Ürək olmalıdır. Ürək olmadı, motosikletçi ola bilməzsən. Sonda rəqslərə üstünlük verən baykerlərin əyləncəli proqramı səhərədək davam etdi. Yusif Mahmudov, Ceyhun Vəlibəyov, Nigar Etibar, Lider TV, Xaçmaz, Nabran.